Rasulullah buyurur ki, Əliyyun mə'əl Qur'an vəl Qur'anu mə'əli. Əli Qur'anladır, Qur'an da Əli ilədir. Mən sizin aranızda iki ağır əmanət qoyuram. Allahın kitabı və itrətim, əhl-i beytim, Qur'anın da bütün məarifi Əli əleyhissalam. Səhabələr bəzi vaxt Peyğəmbərdən eşitdikləri hədisləri sinələrində qəbrə apardılar. Bu da tarixin ən acı hadisələrindən biridir ki, Peyğəmbərdən bəyan olunan Qur'anın təfsirində və təbyinində hədislərin əksəriyyəti gəlib bizə çatmayıb. Peyğəmbər buyurur ki, Kəma rəəytumuni usalli. Mən necə namaz qılıramsa, siz də o cür namaz qılın və namazın keyfiyyətini bəyan edin. Qur'anın həqiqi müfəssirləri Peyğəmbər və onun əhl-i beytidir. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil aləmin. Vəl-aqibətu li əhli-təqva vəl-yaqin. Salam, dəyərli dostlar, hörmətli möminlər, xoş gördük sizlərin. Dəyərli dostlar, Qur'anın hədislər əsasında təfsiridir məqsədimiz. Möhtəbər hədislər Peyğəmbər sallallahu aleyhi və alihi və səlləmdən və həmçinin əhl-i beytdən nəql olunan hədislər əsasında Qur'anı başa düşmək və anlamaq. Keçən veriliş Qur'anın əhəmmiyyəti barəsində danışdıq və qeyd elədik ki, Qur'anın təfsirə ehtiyacı var. Çox təəssüf olsun ki, günümüzdə elə insanlar tapılıb ki, sual edən zaman, nəyisə soruşan zaman, yalnız Qur'andan cavab de bizə. Dəlil, sübut, ancaq və ancaq Qur'andan olsun. Və Qur'anilər adıyla formalaşan münhərif əqidə sahibləri çox təəssüf olsun ki, cəmiyyətimizdə yer alıb. Əlbəttə, bu çirkin kampaniya elə ilk günlərdən İslama qarşı, Qur'ana qarşı başladıldı. Peyğəmbər sallallahu aleyhi və alihi və səlləm ömrünün axırıncı saatların bəlkə də yaşayırdı. Dedi ki, kağız qələm gətirin, sizə bir şey yazım ki, məndən sonra zəlalətə düşməyəsiz. Bu zaman kəfana kitaballah şuarı ilə bu çirkin kampaniyanı başladılar. Və çox təəssüf olsun ki, İslama qarşı, Qur'ana qarşı öz təsirini qoyur və bu mühüm bir məsələdir və bəzi əqidəvi məsələlərə də hətta təsir qoyur. Biz qeyd edirik ki, bu çox absurd bir məsələdir. Çünki sadə bir düşünməkliklə biz bu sualın cavabını tapa bilərik və bu məsələnin boş bir anlam daşıdığını bilərik. Çünki Qur'an-ı Kərimdə mövzular var ki, biz keçən verilişlərdə də qeyd elədik, mövzular var ki, onun təfsiri Peyğəmbər sallallahu aleyhi və alihi və səlləmin hədislərində və həmçinin əhl-i beytdən nəql olan hədislərdədir. Məsələn, namaz barəsində Qur'an əqimussalat deyir, amma Peyğəmbər buyurur ki, sallallahu aleyhi və alihi və səlləm, Səllu kəma rəəytumuni usalli. Mən necə namaz qılıramsa, siz də o cür namaz qılın və namazın keyfiyyətini bəyan edir. Və həmçinin Rasulullah buyurur ki, İnni tarikum fikumut thəqələyn kitabəllah və itrəti. Mən sizin aranızda iki ağır əmanət qoyuram. Allahın kitabı və itrətim, əhl-i beytim və bunlar bir-birindən ayrılmaz. Yəni, Qur'anın kənarında sünnə də olmalıdır. Peyğəmbərin sünnəsi və əhl-i beytin sünnəsi. Bəs biz qeyd eləyirik ki, birinci müfəssir elə Ağa Rasulullahdır. Peyğəmbər özü bu vəzifəni Allah Taala tərəfindən bu vəzifəyə sahib olmuşdu və Qur'anın təbyini Peyğəmbərin öhdəsində idi. Amma çox təəssüf olsun ki, tarixdə baş verən bəzi acı hadisələr səbəb oldu ki, Peyğəmbərdən nəql olunan Qur'anın bəyanında, ayələrin təfsirində nəql olunan hədislərin əksəriyyəti bizə çatmaz. O acı hadisələrdən biri də Səqifə məsələsi idi.
Səqifə məsələsində Qur'anın həqiqi müfəssirləri kənara qoyuldu və bu işə sahib olmayanlar, mütəxəssis olmayanlar, Qur'andan xəbəri olmayanlar gəldilər bu işi, bu öhdəni, bu vəzifəni öhdələrinə götürdülər. Və bu acı bir hadisədir tarixdə. Və həmçinin hədis qadağası da tarixin acı hadisələrindəndir ki, 100 il, bir əsr Peyğəmbərdən hədis nəql olunmaq müəyyən bəhanələrlə qadağan olundu. Bu vaxt kitab yox idi, bu vaxt kağız yox idi, bu vaxt hədislər daşların üzərinə, dərilərin üzərinə, ağac qabıqlarının üzərinə yazılardı. Və qadağan elədilər, müəyyən bəhanələrlə hədisin nəqlini qadağan elədilər və bu qadağa 100 il davam etdi, bir əsr davam etdi və təbii ki, səhabələr bəzi vaxt Peyğəmbərdən eşitdikləri hədisləri sinələrində qəbrə apardılar. Bu da tarixin ən acı hadisələrindən biridir ki, Peyğəmbərdən bəyan olunan hədislərin Qur'anın təfsirində və təbyinində bəyan olunan hədislərin əksəriyyəti gəlib bizə çatmayıb. Və həmçinin Muaviyyə kimi insanların hakimiyyətə gəlməyi və İslam üçün problem yaratmağı. Bunlar hamısı səbəb oldular ki, Peyğəmbərdən bizə nəql olunan hədislər gəlib çatmasın. Peyğəmbər dedik ki, birinci müfəssir elə Peyğəmbər özü idi. Amma Həzrəti Əli əleyhissalam və onun davamında Əhl-i Beyt əleyhissalamlar da bu işdə çox zəhmət çəkdilər və ayələrin bəyanında hədislər nəql elədilər. Və qeyd elədiyimiz o acı hadisələr, təəssüf olsun ki, bax, Həzrəti Əli əleyhissalamın da deməli, bəyanın, ondan nəql olunan hədislərin bizə çatmasının qarşısını alırlar. Həzrəti Əli əleyhissalam 5 illik hakimiyyəti dövründə o insanlar onun üçün problemlər yaratdılar, müharibələr oldu və Qur'anın təbyini və təfsiri barəsində nəql olunan hədislər məhv oldu, getdi. Halbuki bu işin sahibi Həzrəti Əli əleyhissalamdır. Qur'anın məntiqi ilə desək, mən indahu ilmul kitab. Həzrəti Əli əleyhissalam o şəxsi ki, Qur'an elmi hamısı onun yanında idi. Qur'anı hamıdan yaxşı bilən Həzrəti Əli əleyhissalamdır. Ağa Rasulullah buyurur ki, Əliyyun mə'əl Qur'an vəl Qur'anu mə'əli. Əli Qur'anladır, Qur'an da Əli ilədir. Əliyyun mə'əl Qur'an ki, burada məqsəd Qur'anın cildi, onun səhifəsi, vərəqi və onun mürəkkəbi Əli ilədir, məqsəd deyil. Yəni, Həzrəti Əli əleyhissalam öz əməli ilə, öz elmi ilə Qur'anın yanındadır. Yəni, Qur'ana əməl eləyən, Qur'anın elminə sahib olan Həzrəti Əli əleyhissalamdır. Vəl Qur'anu mə'əli və bu da eyni zamanda bu mənanı çatdırır ki, onun elmi və əməli Qur'an əsasında və Qur'anın da bütün məarifi Əli əleyhissalamdır. Əliyyün mə'əl Qur'an vəl Qur'anu mə'əli. Buna əsasən Qur'anın həqiqi müfəssirləri Peyğəmbər və onun Əhl-i Beytidir və qeyd elədiyim kimi təəssüf olsun ki, əksəriyyət hədislər, Peyğəmbərdən nəql olunan əksəriyyət hədislər tarixdə baş verən o acı hadisələrə görə bizə çatmayıb, amma yenə də müəyyən miqdarda mötəbər hədislər Qur'anın təfsiri və təbyini barəsində bizim gəlib çatıbdır. O, tarixlər boyu zəhmət çəkən insanlar, Peyğəmbərin səhabələri, Həzrəti Əli əleyhissalam və Əhl-i Beyt və həmçinin Həzrəti Əli əleyhissalamın səhabələri və ondan sonraki dövrdə olan alimlər vasitəsilə və mötəbər mənbələrdən nəql olunma vasitəsilə hədislər toplusu bizə gəlib çatıb və həmin hədislər əsasında istəyirik Qur'anı təfsir edək və Qur'an ayələrin bəyan edək. Möhtərəm möminlər, bizim məqsədimiz Hucurat surəsinin təfsiridir. Hucurat surəsi Əxlaq surəsi də adlanır. Bu surə barədə İmam Sadiq əleyhissalamdan nəql olunan bir hədisi diqqətinizə çatdırım. İmam Sadiq əleyhissalam buyurur ki, hər kim bu surəni, Hucurat surəsinin
gecə və gündüz oxuyarsa, elə bil Peyğəmbər sallallahu aleyhi və alihi və səlləmi ziyarət etmiş olur. Hucurat surəsi Qur'anın 49-cu surəsidir. 18 ayədən ibarətdir. Bu surə Mədinədə nazil olub. Bildiyiniz kimi ayələr, surələr bir bölümə əsasən, bir ölçüyə əsasən iki hissəyə bölünür. Məkki ayələr və surələr var, mədəni ayələr və surələr var. Məkki surələr, yəni Məkkədə nazil olmuş surələr. Mədəni surələr, yəni Mədinədə nazil olmuş surələr və ayələr. Nə fərqi var bu ayələrin və surələrin? Bu fərqi var ki, Məkkədə ancaq və ancaq etiqadi məsələlər bəyan olundu. Müşriklərə xitab olaraq Allahın varlığı, tohid məsələsi, nübüvvət məsələsi və əqidəvi məsələlər. Məkkədə müsəlmanlara Allah Teala deyir, qulu la ilahə illallah tuflihu. La ilahə illallah deyin, iman gətirin, nicat tapın. Amma Mədinədə ayələr ən çox əxlaqi, fiqhi ayələrdir. Çünki əsas etiqadi məsələ həll olmuşdu. Müsəlmanlar var idi, Mədinə şəhərində artıq möminlər var idi, iman gətirmişdilər, Peyğəmbərin ətrafına toplaşmışdılar. Ağa Rasulullah böyük bir İslam hökuməti yaratmışdı və bundan sonra artıq əməli ayələr, yəni əqidəvi ayələr Məkkədə nazil olmuşdu və əxlaqi və əməli və fiqhi ayələr isə Mədinədə nazil oldu. Hucurat surəsi də Mədinədə nazil olan surələrdən biridir. Hucurat otaqlar deməkdir. Otaqlar və hücrə ərəb dilində otaq deməkdir. Hucurat isə otaqlar deməkdir. Əlbəttə ayənin deməli surənin Hucurat adlandırılması bu surənin 4-cü ayəsində Hucurat kəlməsindən istifadə olmadı və biz inşallah gələn verilişlərdə bu surə barəsində geniş danışacağıq və yavaş-yavaş bu Hucurat surəsinin ayələrindən inşallah Peyğəmbərdən və Əhl-i Beytdən nəql olunan hədislər əsasında təfsir edəcəyik. Allahdan arzu eləyirəm ki, bu yolda bizə kömək olsun və sizi və bizi Qur'an əhlindən qərar versin. Allah axir aqibətimizi xətmi bi xeyr eləsin. Və səlamu aleykum və rəhmətullahi və bərəkatuhu.